Cavid Süleymanov bütün iddiaları təkzib etdi. Mənə böhtan atırlar. Xəbər verdiyimiz kimi redaksiyamıza Bakıda Sələmçi şəbəkəsinin fəaliyyəti barədə məlumat daxil olmuşdu. Həmin məlumatda adı hallandırılan və şəbəkənin rəhbəri kimi təqdim edilən Cavid Süleymanov redaksiyamıza açıqlamasında barəsində deyilənləri tam təkzib edib. O bildirib ki, şikayətçi qismində çıxış edən Tural Rüstəmovun, onun və ailəsi barəsində söylədikləri heç bir həqiqətə uyğun deyil. Mənim Tural İsmailov adlı şəxslə heç bir tanışlığım, işbirliyim olmayıb. O hansısa Lambarddan danışır. Halbuki həmin Lambard mənə yox, MMC-yə məxsusdur. Mən əvvəl orada işlədiyimə görə indi mənim də adımı həmin Lambardla hallandırmağa cəhd edirlər. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. Əslində bunu həmin şəxs özü də bilir. Cavid Süleymanov bildirib ki, problem Tural Rüstəmovun da tanıdığı Ramin adlı şəxslə yaranmış problemdən qaynaqlanıb. Problem Ramin adlı şəxsin qızıl adı ilə rənglənmiş dəmir satmasından qaynaqlanıb. Bu isə bizim işgüzar nüfuzumuza xələl gətirdiyinə görə Raminlə bütün əməkdaşlığı dayandırmışıq. Tural Rüstəmov da özünü Raminin vəkili kimi aparır. Bundan sonra məndən intiqam almağa çalışırlar və bunun üçün müxtəlif vasitələrdən istifadə edirlər. Hətta güya kiminsə intihar etdiyinə dair yalan xəbərlər yaydılar. Halbuki hüquq mühafizə orqanları xəbərləri araşdırıb və tamamilə yalan olduğu qənaətinə gəlinib. Bu hadisədən sonra onunla bütün işbirliyini dayandırdıq, çünki fırıldaqçılıqla məşğul idi. Onun bu fəaliyyəti bu segmentdə olan hər kəsə yaxşı məlumdur. Məndə olan məlumata görə Tural Rüstəmov əvvəl polis orqanlarında işləyib, ancaq qanunsuz hərəkətlərə yol verdiyinə görə işdən qovulub.